Yoldaşlar, kim otağa bölünməyibsə, mən indi təzədən dəvət göndərirəm, zəhmət olmasa qoşulsun. Sizə dəvət gəlməlidir, onu qəbul eləyərsiniz. Nərgiz İsmailli yenidən göndərirəm sizə. Sonra kim qaldı? Üzr istəyirəm, mən məktəbli deyiləm, təşkilatçılardanam. Okay, sorry. Renat Hüseynzadə sizə göndərirəm. Okay. Okay, indi geri qayıtmalıdırlar bir dəqiqə ərzində. Okay, 15 nəfər qayıdıb artıq. Digərlərini də gözləyək. Yoldaşlar qayıtsınlar, bir-bir gəlirlər. Əla, 37, 38, 40, super. Okay, ümid edirəm ki, müzakirə eləyə bildiniz. İndi mən random 3 komandadan bir nəfər seçməklə cavablarını alacağam. Deməli, başlayıram, random baxım görüm. Otaq nömrə 1-dən Qarayev və İnci. Nələri sıraladınız? İndi hər birini sayın, yoxsa bir neçəsini belirləyim? Elə 10 dənə demişdim, 10 dənəsini də sayın. Bizim fikrimizə görə lider idarə etməyi bacaran, səbirli, özünə inamlı, məsuliyyətli, ünsiyyət qurmağı bacaran, qərar verməyi bacaran, yeniliklərə açıq, ədalətli, məğlubiyyətə hazır və ruhdan düşməyən olmalıdır. Okay, super. Xoşum gəldi, yaxşı hazırlaşmısınız. Komandaya afərin, sizə də təşəkkür edirəm. Deməli, növbəti komanda otaq nömrə 5. Otaq nömrə 5 Məryəm. Məryəm sizə Məncə bizcə hər bir lider uzaq görən olmalıdır. Hər kəsə nümunəvi olmalıdır. Özünü inkişaf etdirməlidir. Hər kəsi düşünməlidir. Sonra Hər yeniliyə açıq olmalıdır. Digər insanların fikirlərinə də yaxşı münasibət göstərməlidir. Onlara yön göstərməlidir hər kəsə. başqa əlavəniz var? Xeyr. Okay. Təşəkkürlər.
Okey. Son olaraq da otaq nömrə 10, otaq nömrə 10 İqbal. İqbaldan alaq cavabları. Bəli, biz yazmışıq ki, idarə etmə bazarı. Əslində belə bir şey var ki, liderlik məsələn 10 dənə xassiyyət sayısı, 10 dənə bacarıq saya bilərik, amma belə bir şey var ki, hər insanda 10 dənəsi toplana bilməz və əslində bu xassiyyətlə daha çox əlaqədardır. Amma təxminən 10 dənəsini yazmaq olar, amma hər insanın bəlkə yaxşı olduğu bəzi xassiyyətlər ola bilər, amma pis olduğu xassiyyətlər, yəni bacarıqlar ola bilər, onu inkişaf etdirə bilər, bəlkə ona görə, amma hamısı yazmaq olmaz. Məsələn, idarə etmə bacarığı, komanda ilə ünsiyyət, vizyon, empatiya, qətiyyətli ruh, tənqidi düşüncə, özgüvən, problem solving, motivasiya bacarığı və manipulyasiya bacarığı, strateji düşüncə. Hı -hı. Okey, İqbal, təşəkkür edirəm bölüşdüyünüz üçün. Kimsə nəsə deyirdi sanki. Üzrlü sən müəllim, mənim internetlə çox problemim var idi. Onu istəyirdim həlləməyə. Nə buraxmışdım. Zəhmət onu istəyə bilərsiniz. Hə, səsiniz qırıldı, eşidə bilmədim. Sual nə idi? Ə, Mənim internetlə problemim var idi. Mən onu Aha. həlləməyə elirdim. Mən nəyə buraxdım, zəhmət onu istəyə bilərsiniz. Hə, biz komanda olaraq 10 fərqli otağa ayrıldıq, hərəsində 5 nəfər olmaqla. Ekranda görünən bir liderin sahib olmalı olduğu bacarıqlar hansısa bir sualın cavabını tapmağa çalışdıq. Siz yəqin ki, həmin otaqlara qoşula bilməmişdiniz. Bəli. Okey, problem yoxdur. Yoldaşlar, Bəs aha. mən bundan sonra hansı otağa qoşula bilərəm indi? Siz təlimdə olun, suallar olacaq yenə. Danışacaq, bir söhbətləşəcək. Deməli, davam edirik yoldaşlar. Deməli, LinkedIn platformasının Indeed belə alt platforması var. Oranın verdiyi, belə deyək, məlumata görə, dərc olunan siyahıya görə 2000 Onları bəli, qızdım. Ağzına gəldi. bəli İbrahim nəsə dediniz? Aha. Yoldaşlar, əgər danışmırıqsa, çox xahiş edirəm mikrofonumuzu bağlı saxlayaq ki, prosesi də mane olmayaq. Okey. Bir liderin sahib olmalı olduğu top 10 bacarıqdan biri qərar vermə qabiliyyətidir. Ümumiyyətlə, bir insan təsəvvür edin, qərar verə bilmir. Bir məsələ ilə bağlı qərar verməlidir, o qərarı verə bilmir və yaxud da daim səhv qərarlar verir. Belə bir lideri qəbul eləyirik? Əlbəttə ki, yox. 2. Integrity, dürüstlük. Dürüst olmayan bir adamla biz yola çıxarıq, ona sirrimizi, dərdimizi bölüşərik, yox. Yaradıcılıq, nə qədər monoton həyat yaşamaq olar, nə qədər monoton işlər görmək olar. Bir orada yaradıcılıq, fərqli bir iş görmək lazımdır, komandanı ruhlandırmaq lazımdır. Ona görə yaradıcılıq top 3-dədir. Və ümumiyyətlə dövr elə bir dövrə gəlib çatmışıq ki, süni intellektin də tətbiqindən insan və komandalar ümumiyyətlə fərqlənməyi bacarmalıdır. Biz elə bir dövrdəyik ki, artıq fərqlənmək əvvəl üstünlüyü, indi demək olar ki, məcburiyyətdir. Çünki biz artıq adiliyi unuduruq. Auditoriyadan, ümumiyyətlə kütlədən fərqlənmək lazımdır. Müsbət münasibət. Bəs hormonlardan danışmışdıq. Müsbət münasibət olanda nə baş verir? Biz özümüzü güvəndə hiss edirik. Biz bir insana daha çox bağlı oluruq. Biz bir insanla daha yaxşı ünsiyyətə keçirik. Communication. Communication burada təkcə insanla olan münasibət yox, ümumiyyətlə prosesi olan ünsiyyətdir ki, bir insan, bir lider, bir rəhbər prosesi necə izləyir, prosesdəki maraqlı tərəflərlə necə ünsiyyətdədir, ona sahib olmaq lazımdır. Əlaqə qurmağı bacarmaq. Biz adətən insanlarla işləyəndə nə baş verir? Sən bunu eləyərsən, bunu göndərərsən, onu verərsən, bunu verərsən, amma heç bir halda insan yönümlü, şəxs yönümlü biz danışmırıq. Biz bilmirik ki, onun marağı nədir? O ümumiyyətlə bu işi görmək istəyir, yoxsa istəmir. Ümumiyyətlə həmin insan doğru yerdədir, yoxsa yox. Ona görə biz həmin şəxslə bir bağı qura bilməliyik. Bağlana bilməliyik ki, onlar yeri gələndə etiraz da eləyə bilsinlər, içlərində kin saxlaya bilməsinlər. Kamal, çox az qalıb. 30-40 dəqiqəyə yekunlaşdırırıq. Problemləri həll etmə bacarığı. Problemlər heç vaxt tam həll olub bitməyəcək. Bir problemi həll eləyəcək, onun ardınca növbəti gələcək.
və insanın da inkişafı, prosesin də inkişafı, bu gün istifadə etdiyimiz alətlərin, bu Zoom-un belə inkişafı qarşılaşan problemlərin həll edilməsi olub. Bir versiya çıxır, istifadəçilər yazır ki, o problemi yaşayıram, bu problemi yaşayıram, onlar düzəlir. Onlar düzələndən sonra başqa bir problem çıxır. İnkişaf problemsiz mümkün deyil və insanlar da, komandalar da həmin problemdən qaçmağı yox, onunla mübarizə aparıb həll eləməyi bacarmalıdır. 9-cu etibarlılıqdır. Yəqin ki, burada şərhə ehtiyac yoxdur ki, etibarlı olunmayan yerdə biz narahat olarıq. 10-cu və dövrün və bundan sonraki prosesin ən önəmli bacarıqlarından biri komandaya öyrətmək, nümunə olmaq, mentorluq eləmək, həmin şəxsi böyütmək bacarığıdır ki, bunu da çoxlarınız qrupda yazmışdınız, bildirmişdiniz ki, öyrətmək bacarığı, nümunə olmaq bacarığı vacibdir. Gəlirik növbəti məsələyə. Mən indi sizin üçün burada 5 alət bölüşəcəm. 5 alət bölüşəcəm ki, siz bunları gedib araşdırıb tətbiq eləyə biləsiniz. Burada tam detallarına girə bilməyəcək. Çünki bu alətlərin hər biri özü ayrı bir mövzudur. Burada çox istəyirəm ki, notlarınızı alın, qeydlərinizi aparın ki, bunu gedib araşdırasınız. İndi onları deməmişdən əvvəl istəyərdim ki, siz deyəsiniz, nədir o alətlər? Ümumiyyətlə, heç xüsusi bir alət istifadə etmisinizmi? Bildiyiniz alətləri belə, inkişaf alətlərini bura qeyd edərsiniz. Yenə, eyni linkə girsəz, qrupda göndərilən təzə sual çıxacaq, orada cavablayarsınız. Yəni alət kimi, süni intellekt kimi götürmək olar. O da cavablardan biridir. Mənim burada deyəcəklərim arasında süni intellekt yoxdur. Amma siz Sualı bir də deyə bilərsiniz. necə? Sualı bir də deyə bilərsiniz. Səndən Sual- link istəyirəm. Sizdə link var. Onu zəhmət olmasa yenidən ata bilərsiniz aşağı çata. Olar, niyə? Təşəkkürlər. Deməli, lider üçün lazım olan ən yararlı mən 5 aləti bölüşəcəm sizdən. Bu 5 alət nədir demirəm, amma indiki prosesə qədər sizin öyrəndiyiniz inkişaf alətləri nələrdir? Onu istəyirəm ki, siz linkə daxil olaraq yazasınız burada. Notion, əla. Notion kim istifadə edirsə havalı olsun. Araşdırma, əla. Məmə, bir dəqiqə, nədir? Nə deyirsiniz? Kamal, siz hər hansı bir alətdən istifadə edirsiniz şəxsi inkişaf üçün və yaxud da özünü tanımaq üçün? Yox. Məsələn, kompüter bir alətdir, Notion bir alətdir. Ondan sonra kitablar alətdir. Ondan sonra smart məqsədlər, o təlimi keçmişsiniz, smart məqsədlərin təyin olunması. O bir alətdir. Time management tools, yəni adlarını dəqiq desək daha yaxşı olardı. Alətdir. Notion alətdir. Kurslar, videolar alətdir. Ondan sonra görək nə cavablar gəlir. Monday.com, Jira-da ola bilər. Okay, bu daha çox PM, layihə menecerinin alətləridir. SWOT analizi. Hələ ki bir doğru cavabımız var. SWOT analizidir. Düzdür, 5 deyəcəyim 5 siyahı arasında yoxdur, amma SWOT analizi qeyd eləyin, yoldaşlar. Qeyd eləyin, SWOT analizi bilməyənlər araşdırarlar. Hələ ki bir doğru cavab var ki, lazım olan nədir? SWOT analizidir. Sonra rəqəmsal təqvim. Rəqəmsal təqvim də ola bilər. Yaxşı olar ki, Google kalendardan və yaxud da analoji olaraq rəqəmsal kalendardan istifadə eləyəsiniz. Not tutmaq. Not tutmağın daha yaxşı bir versiyası var. Free writing. Bunu da qeyd eləyin. Free writing nədir? Sizə gəlin izah edeyim. Bunu təlimdən sonra eləyə bilərsiniz. Free writing odur ki, bir ağ vərəq götürürsünüz, bir dənə də qələm. Bəli, səsiniz yaxşı gəlmir. Kim idi danışan? Hə. Free writing nədir? Bir vərəq götürürsünüz, bir qələm götürürsünüz, bir də özünüzə 5 dəqiqə vaxt qoyursunuz. 5 dəqiqə ərzində fokusunuzu dağıtmadan, qələmi dəftərdən götürmədən qarşıya qoyulmuş sualı müzakirə edirsiniz. Misal üçün, özünüzə sual verirsiniz ki, mən hansı zəif tərəflərimi inkişaf etdirməliyəm? 5 dəqiqə vaxtı qoyursunuz və dayanmadan yazırsınız. Dayanmaq olmaz.
Ağlınızda olan bütün ağlınıza nə fikir gəlir, onu dəftərə yazırsınız. Bu sizə kömək olur ki, beyninizdə olan hər şeyi boşaldasınız və fokusunuz dağılmasın. Okay. Yazıcı Ə, düşməlim qrupa. Yox, hələ yazmırsınız. Sadəcə free writing-i mən sizə dedim qısa olaraq nədir, bilmiş olasınız onu. Okay, maşallah 29 cavab yazılıbdır. Leaders, E-Class kimi kitablar. Okay, super. Liderlik kitabları, ChatGPT, Speakers, Notion, Feedback. Feedback önəmlidir. Feedback önəmlidir. O da. Jeff Bezos'u kimlər tanıyır? Nəyi? Jeff Mən Bezos. Kimdir? Apple'in kurucusudur. Nəyin qurucusu? Apple'ın. Yox, yox. O değil. Amazonun qurucusu. Bəli, bəli, bəli. Jeff Bezos Amazon. Amazon qurucusudur. Amazon. Bəli, o deyir ki, biz feedback verə bilən insanlardan işləyirik və beləcə də inkişaf edirik. Yəni bir yerdə feedback varsa, deməli orada inkişaf da var. Feedback nədir? Rəy. Geri bildirim. Türkiyənin tərcüməsi daha yaxşıdır. Geri bildirim. Misal üçün, sizə bir dostunuz hardasa çətinlik yaşadığınızı, bu işin Geri sizdə qayıdış da deyə alınmadığını, bilərik Murad bəy. və geri dönüş də deyə Feedback-ə bilərik. geri dönüş, geri qayıdış da Bəli. demək olar. Bir növ. Bəli. Rəna, təşəkkür edirəm. Yaxşı tərcümə idi. Bəli, elədir. Yəni mənim bir dostum mənə gəlib deməsə ki, Murad, bu səndə yaxşı alınmır, bəlkə də mən onu heç vaxt görməyəcəm. Ona görə bizim ətrafda həmişə ehtiyacımız var ki, insanlar bizə feedback versinlər, feedback alsın. Bunu özünüz də eləyə bilərsiniz. Ən yaxın bildiyiniz, biraz daha sərt desə inciməyəcəyiniz insanlara yaza bilərsiniz ki, Akif, mənim haqqımda nə düşünürsən? Səncə mən nəyi daha yaxşı eləyə bilərəm? Qoyun o yaxın bildiyiniz, sizə həqiqətən də yönləndirə biləcək insanlar sizə feedback bildirsinlər. Və siz də o feedback'i alın, öz üzərinizdə işləyin və təkmilləşdirin. İndi isə davam edirik. Are you ready? Okay. Let's go. Deməli, birinci alət Mindboxing adlanır, Matrix cədvəli. Buna 3P də deyə bilər, 3P belə deyək. Ümumiyyətlə, bir lider, bir rəhbər 3 şeyə görə məsuliyyət daşıyır. İdarə elədiyi insanlara, rəhbərlik etdiyi prosesə və təhvil verməli olduğu məhsula. Bir şirkət fikirləşin, bir şirkətdə nə baş verir? Biz insanlarla işləyirik, komanda rəhbəri var, insanlarla işləyir, insanlar var. İnsanlarla nə edir? Bir məhsulu və yaxud da xidməti, bunun hamısına bir yerdə məhsul deyə bilərik. Məhsulu müştəriyə və yaxud da sifarişçiyə çatdırmaq üçün bir hədəf qoyurlar və proses baş verir. Və bu üçünü də idarə edən şəxs kimdir? Həmin rəhbərdir, düzdür? Həm komandasında olan insanlardan məsuliyyət daşıyır, həm o A nöqtəsindən B nöqtəsinə gedən proses var, ondan məsuliyyət daşıyır, həm də B nöqtəsində ərsəyə gələcək məhsuldan məsuliyyət daşıyır ki, sifarişçi necə deyibsə, o da elə olsun. Düzdürmü? Və bunu iki formada eləyir. Taktiksel, bir də strateji formasında. Taktikseli belə fikirləşə bilərik ki, daha çevik və qısa müddət ərzində nəzərdə tutulubdur. Strategiya daha uzun dövr üçün nəzərdə tutulan prosesdir. İnsanlarla bağlı biz nə edirik? İnsanlarla bağlı taktiksel odur ki, hər gün biz insan yönetimində insanlara toxunmalıyıq. Bir soruşmalıyıq görək onların bugün nə dərdi var, nəyə bölüşmək istəyir, nəyə desə yaxşı ola bilər, nədən kömək istəyir, hansı mövzuda biz ona kömək ola bilərik. Bugün onu fərqli etmək istədiyi nəsə varmı, bir təklifi varmı ümumiyyətlə? Komanda yoldaşı haqqında nə fikirləşir? Düşünürmü ki, komanda yoldaşı arasında kimsə prosesi geri salır və yaxud da kimdən biz daha çox istifadə edə bilərik ki, prosesdə daha güclü olaq. Bu prosesdə, yəni günlük qısa toxunuşları ki, biz bu günlük statusu bilək. Bəlkə birinin ailəsində elə bir şey baş verib ki, deyə bilmir, amma mən soruşsam deyəcək və o əhval da yaxşı olmuş olacaq. Biz orada ona dəstək olmuş olub irəli aparacaq. Bəlkə elə bir mövzu var ki, adam səhv eləyibdir, səhvini tək düzəltmək istəyir. Mən onu soruşmasam, o deyəcək ki, ayda bu adam axırda məndən soruşacaq ki, iş nə oldu, mən də eləyə bilməmişəm. Amma mən onunla hər gün maraqlansam desəm, o deyəcək ki, mənim burada problemim var, kömək eləsəz yaxşı olar.
komanda işi ortaya qoymaq lazımdır. Strateji olaraq nədir? Strateji olaraq odur ki, mən uzun müddətdə planlayıram. Kimə daha çox iş verməliyəm? Kimi başqa vəzifəyə təyin etməliyəm? Ümumiyyətlə komandaya kimləri salmalıyam? Bu komanda başqa hansı layihələrdə iştirak eləyə bilər? Komandanın ümumi hədəfləri nə olmalıdır? Komanda hansı bacarıqlarını inkişaf etdirməlidir? Və analoji olaraq prosesdə də belədir. Gündəlik mən prosesə toxunuram ki, proses hansı statusdadır? Harda əngəlliyik? Harda sürət qazanmışıq? Sürət qazanmışıq, bəlkə başda nəyisə hesablamışıq. Büdcədə artım varmı? Borc varmı? Nə bilim, qazanc varmı? Hamısına baxıram. Uzun müddətdə isə prosesi başqa hara kopyalaya bilərik. Lesson learned deyirlər, LL qısaca. Yəni biz bu gedən prosesdən nələri öyrəndik və başqa hansı davam edən prosesdə o səhvi təkrarlamamaq üçün xüsusi bir plan hazırlamaq lazımdır. Məhsulsa yenə məhsulun baxmaq lazımdır ki, hər gün məhsulun keyfiyyətində nə irəliləyiş var, nə dəyişiklik var. İlkin ona toxunanlar məhsul haqqında nə deyirlər, xidmət haqqında nə deyirlər, razıdırlarmı, razı deyirlərmi, görünüşü bəyənirlərmi? Ümumiyyətlə bu məhsul artıq satışa çıxanda insanların marağında olacaqmı? Uzun dövrdə isə brend strategiyasıdır. Mən artıq başlayıram ki, məhsulla yanaşı bunu elə qurum düzəldim ki, insanlar o məhsulu sevsinlər, onlara tələbat yaransın, onları almağı planlasınlar. Necə ki, iPhone 17 çıxacaq bu yaxında, artıq yavaş-yavaş iPhone 17 ilə bağlı biz xəbər sızıntıları eşidirik ki, yəni elə olacaq, belə olacaq, gücü bu olacaq, süni intellekt gələcək və s. Bunlar nədir? Bizi hazırlayır ki, belə şirinlikləndirir ki, biz gedib o iPhone-u çıxan kimi alaq. Ona görə qapısının qırağında növbələr durur. Birinci alətimiz buydu. Davam edirik ikinci alətlə. İkinci alət cavabdehlik alətidir və bunu 4 hissəyə bölüblər. Responsibility, accountability, consulted and informed hissələrinə. Belə bir deyim var. Gəlin sizdən soruşum, burada yazın. Əgər bir işdən hamı məsuliyyət daşıyırsa, bu o deməkdir ki, o iş yaxşı nəticələnəcək. Təkrarlaya bilərsiniz. Əgər bir işdən hamı məsuliyyət daşıyırsa, elə bil ki, bir dənə kompüter düzəldilməlidir və bu kompüterin düzəldilməsindən məsuliyyəti 5 nəfərdədir. Sizcə biz uğurlu ola bilərikmi? Amma yazın. Mikrofonu açsaq vaxtımız çox gedəcək. Daha sürətli bitirməyimiz üçün. Yazın görək. Hə, xeyr və yaxud da başqa fikirlərinizi. Aha. Bəli, bəli. Xeyr. Aynur deyir xeyr. Kamal deyir bəli. Jalə deyir xeyr. Olmasa xeyr. Məncə bəli, bəli. Nilgün xeyr deyir. Zərif deyir bəli. Hamı məsuliyyət varsa bəli. Gülyaz Bağışlayın, deyir internet xeyr. getdi, eşitmədim. Sual nə idi? Sual budur ki, bir işi hamıya tapşırıblar. Elə bir ki, bir işdən komandada olan 5 nəfər də məsuliyyət daşıyır. Biz bu halda uğurlu ola bilərik, yoxsa yox? Yəni, həmin iş daha mı yaxşı olar, yoxsa gözlənildən daha mı pis olar? Xeyr, xeyr. Bəli, amma ən düzünü Allah bilir. Çox güman ki, gəl məsuliyyəti olsalar, xeyr, hər kəsin öz işi olmalıdır, iş bölüsün, mütləqdir, İlbal yazıb. Mirpaşa yazır ki, 75-80%. Bəli, İnci xeyr. Bəli, bəli, hamı məsuliyyəti olsa, bəli, bir nəfər axsaqsın olmaz. Aha. Murad bəy, əgər komanda arasında Hı -hı. ünsiyyət varsa ya da bir-birlərini rahat şəkildə başa düşürlərsə, o iş alınır. Əgər bir-birlərini başa düşmədən, bir-birlərini ünsiyyət qurmadan bu işə qalxışırlarsa, əgər o iş alınmayacaq. Ünsiyyət deyildi. Hı. Əgər komanda arasında güclü ünsiyyət varsa, avtomatik işin alınması %100 olur. Əgər ünsiyyət yoxdursa, o komanda arasında olmayacaq o iş. Bəli, düzdür. Məsuliyyət yoxdursa, əlbəttə, işin həyata keçməsindən söhbət belə gedə bilməz. Belə bir deyim var. İndi komandanın yarısı, iştirakçıların yarısı düz dedi, yarısı fərqli yanaşdılar. Bu da cavab xeyirdir. Ona görə ki, deyir, bir iş hamıya məxsusdursa, deməli o heç kəsə məxsus deyil. İşin tamamlanmasından bir nəfər məsuliyyət daşımalıdır. Misal üçün, mən də desəm ki, siz mənə plan işi qurun. Məsələn, universitetdə
adətən qrup işləri olurdu. O qrup işlərində həmişə bir nəfər çox çalışırdı. Qalanları deyirdi ki, okey də həmin adam düzəldəcək, həmin adam düzəldəcək. Elə axırda da həmin adam düzəldirdi. Qalan 4 nəfər demək olar işləmirdi. Ona görə bir işdə də əgər işi həmin komandadakı hamıya tapşırıblarsa, uğurlu olma faizi, ehtimal çox aşağıdır. Çünki hamı işi deyəcək ki, məndən başqa 4 nəfər var, görərlər də, mən gedim öz işimlə məşğul olum. O biri 4 nəfərdən biri də elə fikirləşəcək. Ya məndən başqa 4 nəfər də var da, bunlar iş görər. Yəni mən çox da eləsəm də eləməsəm də bir şey dəyişməz. Hamı belə fikirləşir və axırda nə baş verir? İş qalır ortada. Bunu da həyatda bəlkə də yaşamısınız. Zərif eşidirəm sizi. Dediğinizde biraz haklılık var ama bence düzgün iş bölgüsü olmayanda bu hal baş verebilir. Eğer ki düzgün iş bölgüsü olsa ve herkes öz məsuliyyətini başa düşse, işin uğurlu olma faizi artır. Bəli, bəli. Mən sizlə razıyam. Elə bu məsələ də odur. Əgər bir işin məsuliyyətini hamıya vermişsə, deməli iş bölgüsü eləməmiş. Elə hamıya demiş ki, bu işi görərsiniz. İndi iş bölgüsü necə olmalıdır? Kamal, buyurun. Kamal, əlinizi qaldırmısınız. Müəllim, mən baxın, sizin dediyiniz də haqlıdır. Siz necədir? Müəllim, mən bir dəfə 2024-də elə bir sahibkarlıq yarışıdır. Orada öz malları, məsələn, mən Legodan maşınlar falanlar düzəldirdim. Onları satışa verdilər, baxırdılar da, amma pul vermirlər, sadəcə baxırlar. Əgər bəyənsələr ulduz verdilər. Mən o komanda üçün bilirsiniz nə qədər əziyyət çəkmişdim. Mən o komandada liderlik söhbəti olduğuna görə bəziləri dedi ki, bunu eləyək. Mən dedim, yox, bunu eləyək. O birisilər dedi, yox, yox. Axırda ortaq qarışır, adamlar inciyir, iş də qalır ortaqda müəllim. Ona görə biz elə mühit yaratmalıyıq ki, hamının maraqları qorunsun. Elə ona görə mən başda dedim, heç bir olmaq istəmirəm. Lider elə Əlbəttə, bil 50% kim lazımdır? Məsələn, lider mənə kimi, mənim komandam kimi komandanın dağıda da bilər, məhv eləyə də bilər, amma liderlik, özbaşınalıq eləməmək üçün də lazımdır da. baxın, lider təyin olunmur, lideri komanda seçir. Komanda baxır, görür ki, bizim qayğımıza kim qalacaq, bizim fikirlərimizi, maraqlarımızı kim idarə eləyəcək, kim nəzərdə saxlayacaq. Komanda özü seçir lideri. Əks halda o lider olmur, elə bir rəhbər olur və s. olur. Amma lider komanda daxilində seçilən bir prosesdir. Mən başda deyirdim, mən heç birini istəmirəm. Əlbəttə ki, o zarafat idi, amma lider olmaq həqiqətən çətindir. Çünki hamının marağını, hamının istəyini nəzərdə almalısan. Amma heç də hamının dediyini eləməməlisən. Amma elə eləməlisən ki, prosesdə heç kim inciməsin. Mələk, buyurun. Bence sizin dediğinizle de razılaşıram. Ancak eğer bir komandada düzeysiniz, ham məsuliyyət olsa bu həmin işin uğursuz olacağı ihtimali daha yüksək olur. Amma hamı yoxdur, ən az 2 nəfər çalışsa həmin iş üçün. O zaman bence belə çünki hər şey liderin üstünə də düşməmiş olar da, işin başçısına da düşməmiş olar və beləcə də o da işini rahat, stressiz bir şəkildə görə bilər. Əgər bütün məsuliyyət bir nəfərin üstündə olduğu zaman onda həmin adam da çox stressli olur. Çünki bilir ki, məsuliyyət onun üzərindədir və bu işlərin hamısını o görməlidir. Yox, əgər onu dəstək verən yanında bir dostu olsa, o zaman o da stressiz bir şəkildə və yanındakı dostun köməyi ilə işi daha uğurlu bir şəkildə ərsəyə gətirə bilərlər. Məncə ən azı 2 nəfər çalışmalıdır. Hə, bu say ən azı, ən çoxu dəyişən məsələdir. İndi mən siz dediyiniz məsələni burada izah edəcəm. Aynurun da fikrini alaq. Məncə qrup rəhbəri hər kəsdən öz fikrini almalıdır, sonra ümumiləşdirilmiş şəkildə təqdim etməlidir. Bəli, yəni elə olmalıdır. Hamının marağı və fikri, ümumiyyətlə müzakirə əsnasında komanda eyni nöqtəyə vurmağı qərara almalıdır. Yəni bir damcı fərqli yerlərə dəyirsə, orada heç vaxt çuxur yarada bilməyəcək. Komanda bütün gücünü eyni yerə vurmalıdır. İndi gəlin baxaq görə bu cavabdehlik matriksi nə deyir? Deyir ki, ümumiyyətlə, komandada responsibility, məsuliyyət olmalıdır ki, verilən tapşırığı yerinə yetirsin. Yəni, burada hər kəs işindən, gücündən, aldığı tapşırıqdan asılı olmayaraq, o tapşırığı
yerinə yetirməyə bir ki, məsuliyyət daşıyır. Amma həm də bir nəfər də olmalıdır ki, o tapşırığın uğurlu yerinə yetirildiyinə məsuliyyət daşısın. Elə bil ki, bir nəfər gəlir deyir ki, okey, eləmisən Murad, amma bunu daha yaxşı eləyə bilərsən. Burada filan şeyi nəzərə almamısan, orada filan şeyi nəzərə almamısan. Hamı iş görür, hamı nəyisə düzəldir, gətirir. Amma bir nəfər o prosesi yoxlamalıdır ki, həqiqətən uğurla mı yerinə yetirilibdir? Onda burada artıq nə baş verir? İş görülməklə yanaşı həm də düzgün görülmüş olur. Üçüncü nəfər konsultasiya edir, öyrədir, okey də, mən deyirəm ki, bunu eləyə bilməmsən, amma deyir ki, onu eləyə bilmişəm çünki məlumatım yoxdur, təlimləndirilməmişəm, öyrənə bilməmişəm. Biz nə dəstək alırıq? Konsultasiya dəstəyi alırıq. Dördüncü hissə də ondan ibarətdir ki, informasiya. Sizin dediyiniz kimi, daim komanda daxilində informasiya olmalıdır. Ki, biz irəliləyirik, irəliləmirik, harda çətinliyimiz var, harda ilişmişik. Vaxtında deyilən söz dəyər itirmir, daha da dəyərləndirir. Elə ki, bir problem baş verib 10 gündən sonra deyirlər. Neyniyəm? 10 gün artıq mən geriyəm. Bu 10 gündə 100 gün geri deməkdir. Çünki 10 gün vaxtında mənə problem deyilsəydi, o vaxtında da həll eləyərdik. İkinci matriksimiz də cavabdehlik matriksidir. Deməli, burada nələrə diqqət edirik? Tapşırığın yerinə yetirilməsinə, tapşırığın düzgün yerinə yetirilməsinə, boşluqların aradan qaldırılmasına və daxili kommunikasiyada hər xırda irəliləyişi, hər xırda problemi gündəm eləyib həll etməyə fokus olmağa. Okey. Toyota'nı kim tanıyır? Toyota markasını. Toyota nədir? Mən. Əla. Mən. Maşındır. Maşındır. Brendidir. Maşın. Yəni Yapon ən rahat və Yapon. Yapon maşındır. Almalı maşın. Bəli, super. İndi isə mən Toyota haqqında qısa məlumat verə bilərəm. Aha, verin. Toyota'nın bilirsiniz, onun Toyota logosu var ha. Toyota Bəli. logosuna diqqətlə baxsaq, Toyota sözündə, Toyota sözündə bütün Mhm. hərflər var. Elə bil iç-içə gizlədiblər. Hmm. Bir dənə mən Əla. Toyota Yaponiya markasıdır. Yaponlu tərəfindən yaradılıbdır. Maşın markasıdır. Hmm. Çox sağ olun Kamal. Maraqlı məlumatlardır. Təşəkkür edirəm. İndi sizə bir söz demək istəyirəm. Mən də neçənci ildə yarandığını deyə bilərəm. Aha, Mirağa deyin. 1937-ci ildə yaranıb. Mənim məlumatım yoxdur, amma 1937 isə demək kifayət Mən qədər vaxt ki, Toyota'nın Samsung bazardadır. kimi, Toyota'nın Samsung kimi müəllim, Aha. Samsung'da iplər də satırdı, qidalar da satırdı, sonra telefon keçdilər. Toyota'da da elədi müəllim. Aparatlardı, tikiş aparatlardı. Əvvəlcə onlardan satırdı. Məsələn, Nokia'nı da məsələni gətirə bilərəm. Əvvəllər biraz inanmaq zor olsa da, amma həqiqətən əvvəllər Nokia tualet kağızı iş verirdi. Maraqlıdır. Görürsünüz, hardan hara. Demək, istəmək lazımdır ki, o qədər inkişaf eləmək olar. İndi mən sizə bir dənə sual verim. Deyək ki, mən deyirəm kefim yoxdur. Kamal da deyir ki, ayda Murad, niyə kefin yoxdur? Deyir, gül, əylən. Sizə mənim kefimin olmamağı simptomdur, yoxsa səbəbdir? Səbəb. Səbəbdir. Simptomdur. Belə Səbəb təzədən deyim, işə yoxdur. gəlmişəm. Kamal mənim müdürümdür. Görür ki, mən işləyə bilmirəm. Kamal soruşur ki, Murad, niyə işləmirsən? Deyirəm, kefim yoxdur. Sizə bu səbəbdir, yoxsa simptomdur işləyə bilməməyim üçün? Səbəb. Məncə hər ikisi. Simptom. Bence simptomdur. Simptom. 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 Məncə səbəb. Səbəb. Məncə simptom. Yəni, kefimin olmamağı işləyə bilməməyim üçün simptomdur. Məncə o deyirsiniz. simptomdur. Simptomun səbəbi odur. Aha. Deməli, yoldaşlar, bu simptomdur. Biz nə qədər ki, komanda rəhbəri olaraq, lider olaraq simptomları həll eləyəcək, heç vaxt o yaranı sağaltmış olmayacaq. Mən, Kamal mənim müdürümdür, deyir ki, Murad, niyə iş görmürsən? Deyirəm, kefim yoxdur.
Deyir ki, yaxşı, get biraz dincəl, gəlib təzədən görərsən. Amma bu simptomu həll eləməkdir. Mən gedib biraz dincəlib gəlsəm, 1 saat yaxşı işləyəcəm, sonra yenə kefim olmayacaq. Amma Toyota'da tətbiq edilən 5 niyə metodu var. 5 niyə metodu deyir ki, ilkin görülən problemlər və deyilən səbəblər əslində səbəb yox, simptomdur. Və biz 5 dəfə niyə sualını verərək gedib kök səbəbi tapa bilərik. Misal üçün, Kamal deyir ki, kefin yoxdur. Niyə kefin yoxdur, Murad? Mən deyirəm ki, çünki səhər gecikdim, avtobusa minə bilmədim, o biri avtobusa gec gəldi, yoldan da maşın keçəndə yağış idi, üstümü ıslatdı, bütün kefim pozuldu. Onda müəllim o səbəbdir. O hadisə olubdur ki, sizin kefiniz olmur. İndi hələ odur. Sual verir ki, Murad, gecikmirsən, sən gecikmirdin axı. Niyə gecikmirsən? Mən deyirəm ki, evdə dava düşdü, ona görə çıxa bilmədim vaxtında. Biraz evdəkilərlə dava-dalaş oldu. Kamal deyir ki, yaxşı, dava-dalaş olubsa, Murad bu dava-dalaş eləyən deyir, ay Murad, niyə dalaşmırsan evdə? Deyirəm ki, nəsə bir işə pul lazım idi, o pul şey eləyə bilmədim, çatdıra bilmədim, yığa bilmədim, o iş əldən çıxdı. Kamal deyir ki, Murad, sənə yaxşı maaş verəcəm, yaxşı pul qazanırsan. Nə oldu, nə baş verdi, niyə belə oldu? Deyirəm ki, xəstələnmişdim, bütün pulumu dərmana verdim, həkimə verdim, ona görə baş verdi. Artıq mənim müdürüm Kamal bilir ki, mən nəsə xəstələnmişəm əslində. O gün işə gecikməyim, hamısının arxasında duran mənim ani xəstələnməyim, pulumun ora getməyidir. Deyirəm, mən neynəyəm? Kamal deyir ki, Murad, sən bu halda işə gəlməməlisən, çox səni təqdir edirəm. Bu halda belə işə məsuliyyətlə yanaşıb işə gəlirsən. Amma get bir həftə dincəl. Müəllim, amma bir dəqiqə, evdəkilər sizin sağlam olmağınızı istəyir, yoxsa pulunuzu istəyir? İndi misal üçün də mən nümunə kimi deyirəm. Nümunə olsun deyə dedim, Kamal. İstəyirsən evdəkilərlə də bağlı bir tədbir görək müdür olaraq. Müdür sənsən. Sən evdəkiləri çıxardaq söylə. Necə məsləhət görürsüz, onu da eləyək də. Qəşəng. Kamal deyir ki, Murad, sən yaxşı işçisən, bir həftə get dincəl, sığortadan da sənə tutaq ki, filan qədər pul ayıram, get xəstəliyini müalicə elə, sonra qəşəng gəlib işə davam edəsən. Nə olur? Kamal əgər bu 5 dənə niyə sualını verməsəydi, Muradın keyfi yoxdur, Murad get, nə bilim, yemək ye, özünə gəl, işə davam elə deyəsiydi. Amma 5 dənə sual verib kök səbəbini tapdığına görə artıq Muradla da yaxşı bir bağ qurmuş oldu. Murada dəstək oldu. Muradın etibarını qazanmış oldu. Murad artıq Kamalın yanında özünü daha güvəndə hiss edir ki, müdür belə olar, müdür belə olar. Halal olsun müdürmə. Belə artıq iş həll olmuş oldu. Bu da məncə aydındır, çox yaxşı məsələlərdən biridir. Özünüzdə də tətbiq eləyə bilərsiniz. Şərt deyil bu, lider kimi, rəhbər kimi komandaya tətbiq eləsiniz. Misal üçün, test işləyirsiniz. Axır bir həftədir görürsünüz ki, sizin imtahanlara hazırlaşmağınız, ümumiyyətlə hazırlıqlarda davam etdiyiniz proses əvvəlkindən fərqlidir. Başlayırsınız, niyə? Çünki yorulmuşam. Niyə? Nə bilim, yeməyi az yeyirəm. Niyə? İştahım küsüb. Niyə? Nə bilim, ən yaxın dostumdan dalaşmışam. Niyə? Ən yaxın dostumun ad gününü təbrik eləməmişəm. Buna görə yadımdan çıxdı. Misal üçün deyirəm. Belə özünüzlə bağlı da o simptomları əvvəl səbəb kimi görünür, amma əslində onlar simptomdur. Simptomları aradan qaldıra bilərsiniz. Bir də ODA döngüsü var. Bu döngü qərar vermə üçündür. Qərar vermə üçündür və başlayır observing hissəsindən. Observing nədir? Müşahidə eləmək. Biz birinci bir şeyə qərar vermək üçün müşahidə eləməliyik. Ətrafda nə baş verir, nə hadisə olur, informasiya yığırıq. Və informasiya yığmaqda belə bir qayda var ki, biz 100% informasiya yığmağa tələsməməliyik. Nə səhv qərar verəcək qədər az olmalıdır, nə də çox dəqiq qərar verəcək qədər çox olmalıdır. Təxminən araşdırmalar deyir ki, 40%, 70% arasında bir məlumat toplamışamsa, mən artıq qərarımı verə bilərəm. Bu observing hissəsidir, məlumatları yığıram. Orientasiya hissəsi gəlir, analiz edirəm. Bu məlumatın mənbələri hardandır? Bu məlumat bir-birindən
əlaqəlidirmi? Doğruluq təşkil eləyirmi? Hansı qərarı versəm, nə ilə nəticələnəcək? Bunu araşdırıram. Üçüncü mərhələ qərar verirəm. Dördüncü mərhələ isə akt, hərəkətə keçirirəm. Yəni qərarın vermək o demək deyil ki, okey, qərarı verdim, canım qurtardı. Qərarı vermək əslində o hərəkət, realizasiya eləməkdə formalaşır. Burada diqqətli olmalı olduğumuz iki məqam var. İndi sizə sual verim. Buna resulting deyirlər bu prosesə. Deyək ki, bu prosesləri keçdiniz, bir iş yerində işləyirsiniz və qərar verirsiniz ki, iş yerini dəyişəsiniz. Təzə iş yerinə gedirsiniz, görürsünüz ki, təzə iş yeri lap betərdir, lap pisdir. Sizcə doğru qərar vermisiniz, yoxsa yox? Məncə səhv qərar verirəm. Aha. Rəylərdə yazın, yoldaşlar. Fatimə, siz deyin, qalanları rəylərdə Necə yazın. müəllim? Bəli. Deyək. Aha. Məncə əvvəl araşdırmışıqsa, eləmişiksə, orada əvvəlki kimi əgər araşdırıb getmişiksə, oramı pis çıxıbsa, onda qərar vermişik də, onun dərsini öyrənib, yəni peşmançılıq hiss eləməməliyik. Amma əgər araşdırmayıb getmişiksə ora, onda səhv qərar eləmişik. Okey. Vermişik. Okey. Yəni deyirsinizsə ki, nəticədən asılı olmayaraq, əgər biz araşdırma edib qərar vermişiksə, buna nə pis qərardır, nə də doğru qərardır deyə bilmərik. Düzmü başa düşdüm? Bəli. Okey. Əslində doğrudur. Adətən biz bir qərarı veririk və onunla bağlı hərəkətə keçirik və nəticə bizi xoşbəxt eləyəndə deyirik ki, doğru qərar vermişik. Nəticə bizi xoşbəxt eləməyəndə, ürəyimiz olmayanda deyirik, pis qərar vermişik. Buna resulting deyilir. Resulting, yəni nəticələndirmə, qərar vermə prosesinin özündən ayrı bir şeydir. Qərar vermə prosesi mən hərəkəti etdiyim ana qədər olan prosesdir. Əgər əlimdə olan məlumatlar və analizlər məni o qərarı verməyə yönləndirirsə və bu prosesi doğru keçmişəmsə, bu doğru qərardır. Yox, o prosesin özündə nəsə səhv eləmişəmsə, deməli səhv qərardır. Yəni doğru və yaxud da yanlış qərarı o hərəkətdən sonra gələn nəticədən əvvələ analiz etməliyik. Yəni nəticə bizim qərarımızla bağlı çox da bir şey demir. Və bununla bağlı 4 kateqoriya var. Burada nədir? Əgər mən düzgün analiz eləyib qərar vermişəm və nəticə də düzgün olubsa, buna deyirlər mükafat, buna deyirlər haqlı qazanc, haqlı mükafat, nəsə belə bir şeydir. Əgər mən düzgün analiz eləyib səhv nəticə olub, ürəyimiz olmayıb, buna deyirlər pis şans. Əgər səhv analiz eləyib yaxşı nəticə qazanmışamsa, buna şans deyirlər. Dördüncüsü də pis analiz eləyib, pis nəticə qazanmışamsa da haqlı cəzadır, yəni elə haqlı cəza deyirlər. Terminlər ingilis dilindədir, mən maksimum Azərbaycan dilindən çevirməyə çalışdım. Yəni qərar vermə və hərəkətə keçmə prosesində də bu məsələlərdə diqqətli olmalıyıq. Sonuncu Johari pəncərəsidir, mənim ən sevdiyim. Johari pəncərəsi haqqında kimlər bilir? İlk öncə mən deyə bilərəm. Bilirsiniz Kamal? Yəni şey deyəcəkdim, o birisi mövzu haqqında. Aha, deyin. Müəllim, baxın, siz dediyiniz o iş məsələsi var ha. Aha. Əgər səni məcbur çıxarıblarsa, sən biz bir o işə gedib onun pis olmağında günahkar deyilik. Çünki bizi məcbur çıxardıblar, biz o işi tapmışıq da. Yox, əgər bizi çıxartmaya biz gedib işimizi dəyişmişiksə, onda günah bizdə olur ki, yaxşı işdə işləyirdin də, ondan pisində niyə işləyəsən ki? Aha. Yox Kamal, bu belə deyil əslində. Orada dediyim kimi, nəticə qərar verdiyimiz andan sonraki nəticə bizim qərar vermə prosesimizlə bağlı nəsə demir. Biz qərar vermə prosesinin özünə baxmalıyıq ki, biz doğrumu analiz eləmişik, doğrumu yanaşma eləmişik, yetəri qədər məlumat yığmışıqmı, o prosesə baxmalıyıq. Tamam mı? Bəli. Ayhan, sizin də fikrinizi alaq.
Mənim Cöhari pəncərəsi insanların özlərini başqaları tərəfindən necə göründüklərini başa düşməyə kömək edir də. Super. Bir cümlədə çox qəşəng izah elədiniz. Həqiqətən alqışlayıram. Çox xoşuma gəldi ayım. Düpbədüz. Kamal. Yox, müəllim, mənim açıq qaldı, başlayın. Hə, okey. Hüseyn. Deməli, müəllim, burada sertifikatdan da əslində bunu eşitmişəm, bir də təmin etmişlər. Hətta bunu Windows loqosuna da bənzətmişdik biz biraz. Orada Aha. yadımdan gəlib. Deməli, biri var ki, yəni həm özümüzün bildiyimiz, həm də digərlər bizim gördüyümüz tərəf, o, yəni də açıq arena kimi fikirləşir. Çünki hamı, yəni üz-üzə olandır. Biri də var ki, digərlərinə, yəni bilinməyən, bizim bildiyimiz tərəfimiz, amma digərlərin bilmədiyimiz tərəfimiz. O məsələn ev ola bilər. Çünki insan çox, yəni necə deyim, insanların çox üzü var. Yəni pis mənada yox. Məsələn, məktəbdə biz ayrı xasiyyətli ola bilərik, evdə ayrı xasiyyətli ola bilərik, qıraqda ayrı xasiyyətli ola bilərik. Və özünüzün bilmədiyimiz, amma digərlərin bildiyini isə blind spot var. Məsələn, özündən əmin olmursa, amma digərləri sizin potensialınızı görür. Bu tərəfdən baxa bilərik. Nə onların bildiyini, nə sən bildiyini isə bilmirik. Hı -hı. Əla Hüseyn, doğru məqama toxundunuz. Deməli, bu bütün prosesdə Cöhari pəncərəsi bizim haqqımızda ümumiyyətlə insanlar tərəfindən nələr görünür, nələr deyilir, biz özümüzü nə qədər tanıyırıq, insanlar bizi necə tanıyır, o haqda məlumat verir. Birinci pəncərə odur ki, bunu mən də bilirəm, başqaları da bilir. Və bu hər kəsə məlumdur. Mən necə geyinirəm, necə danışıram, necə görünürəm, adım nədir və s. məsələləri. İkinci, blind spot. Bu mənə məlum deyil, amma başqaları bunu görür. Həqiqətən də həyatımızda elə şeylər var ki, biz bunu bilmirik. Başqaları ta ki bunu bizə deyənə qədər. Məsələn, sənin qəşəng səs tonu var, biraz da üstündə işləsən, çox yaxşı aparıcı ola bilərsən və yaxud da necə deyim, insanlara sözünlə təsir edə bilərsən. Və yaxud da sənin çox gözəl analitik bacarığın var. Bu ola bilər ki, mən bilməyim, bu mənə desinlər. Bununla bağlı mənim sizə məsləhətim nədir? Belə bir sorğu hazırlayın və yaxın çevrənizlə bölüşün. Görün onlar sizin haqqınızda nə fikirləşirlər. Suallar qoya bilərsiniz ki, səncə, ay Murad, mənim fərqində olmadığım, amma sənin və yaxud da digər insanların mənimlə bağlı deyə biləcəyi müsbət nələr var? İkinci sual ola bilər ki, boşluq nələr var? Yəni, nəyin üzərində işləyə bilərəm? Belə. Üçüncü hissə odur ki, bunu mən bilirəm, amma başqaları bilmir. Hidden area deyirlər bunu. Yəni ki, bu heç vaxt mən göstərməmişəm insanlara, sadəcə öz içimdə yaşamışam və yaxud da ətrafımda insanlar olmayanda eləmişəm. Misal üçün, kimsə evdə rəqs eləyir, amma utanır bunu başqalarının yanında eləməyə, başqalarına göstərməyə. Və yaxud da evdə çox gözəl səs tonundan danışır, filmləri dublyaj eləyir, filmlərdə səhnəni canlandırır, aktyorluq eləyir. Amma heç bir dostunun, yaxınının və yaxud da digər insanların yanında bunu eləmir. Və yaxud da elə bir maraqlı bir şeylə məşğuldur ki, o sadəcə özünə görə eləyir. Bu da özümüzdə bilməli olduğumuz və həqiqətən göstərsək bizə fayda olacağı yaxşı olan bir şeydirsə, bunu da ora qeyd edib çalışmalıyıq ki, böyüdək. Unknown isə bu potensialın kəşfi hissəsidir. Nə özümə məlumdur, nə başqalarına məlumdur. Bu konkret potensialdır. Bu unknown hissə hər hansı hadisələr baş verdikcə formalaşır və digər 3 pəncərə hissəsindən birinə gedir. Və bu proseslər baş verdikcə biz başlayırıq özümüzü tanımağa, öz potensialımızı kəşf eləməyə. Belə, Cöhari pəncərəsi də belə. Mən çalışdım ki, burada sizə bu alətlərə giriş eləyim. Desəz ki, ay Murad, birinci hansı alətdir öyrənim, hansı aləti tətbiq edeyim özümdə? 100% Cöhari pəncərəsidir. Cöhari pəncərəsinin üzərində işlənilməli çox şey var. Dediyim kimi, birinci özünüz analiz edə bilərsiniz ki, potensial olaraq pəncərələrə nələr yazacaqsınız. 2, yaxın dostunuzdan, çevrənizdən, rəhbərinizdən, müəlliminizdən, mentorunuzdan sizin haqqınızda hər bir xanaya uyğun, əsasən də blind spota uyğun məlumat verməsini, feedback verməsini istəyəcəksiniz. Belə, əldə etdiyiniz məlumatlarla da özünüzə bir inkişaf xəritəsi, inkişaf planlaması hazırlayacaqsınız. Bunun yanına SWOT-u qoya bilərsiniz. SWOT-u mən bura qoymamışam ki,
Fikirləşdim ki, artıq SWOT-la tanışsınız. Kimlər ki bilir, öz digər komanda yoldaşlarına bunu göstərə bilər. Digərləri isə ikinci sıraya qoyaram 5 niyə modelini ki, qarşınıza çıxan simptomların həqiqətən kök səbəbini gedib tapa biləsiniz və onun üzərində işləyə biləsiniz. Ondan sonra üçüncü də mən deyərdim ki, elə budur. Qərar vermə prosesi. Müşahidə eləmə, orientasiya, qərar vermə, hərəkətə keçirmə. Bir də mən bura özüm nə qoyardım? Refleksiya. Refleksiya nədir? Refleksiya odur ki, müşahidə elədim, analiz elədim, qərar verdim, hərəkətə keçdim. Bu prosesdə mən hansı dərsləri çıxartdım, lesson learned, onu refleksiya eləyirəm ki, növbəti qərarlarımda artıq onu nəzərə alım. Belə bu top 3 budur, birinci Coharidən mütləq başlayın. Belə, mənim sizlə bölüşəcəklərim bu qədər. Hamıza təşəkkür edirəm. 95% insan burada qaldı. Suallarınız varsa 10 dəqiqə ərzində sualları da müzakirə edib 15 dəqiqə yekunlaşdıra bilərik. Şahin, eşidirəm sizi. SWOT analizi nə idi ki, SWOT analizi? Tam olaraq yəni. SWOT analizi nədir? SWOT analizi də 4 pəncərədən ibarətdir və o bizə kömək edir ki, biz güclü tərəflərimizi, zəif tərəflərimizi, ümumiyyətlə fürsətləri və təhlükələri yazaq. O sonuncu özümüzü tanıma Windows kimi bir şeydir yəni. Onun kimi sonuncu. Yox, Cohari pəncərəsindən tamamilə fərqlidir. Cohari pəncərəsindən tamamilə fərqlidir SWOT analizi. SWOT analizində mən öz güclü tərəflərimi yazıram, zəif tərəflərimi yazıram. Amma Coharidə ola bilər ki, güclü tərəflər biri olsun hidden-ın içində, biri olsun məlumun içində, biri ola bilsin başqa yerdə olsun. Belə, yəni bir-birindən fərqlidir. Aha, çox sağ olun, aydın. Buyurun, Rəyana. Mənim belə bir sualım var. Coharidə var, bu özümüzü tanıdığınız zaman mən şey qurumda startapım var. Murad bəy, özüm qururam. Sıfır. İndi mən orada nəyi Coharidə nəyi mən orada nəyi qoymalıyam ki, özüm Cohari haqqında. şəxslər səviyyəsindədir. Bilirəm də, yəni mən şəxsi olaraq nəyə qoymalıyam da özümdən hansı tərəfimi. Startup üçün Lean Canvas-ı istifadə edə bilərsiniz. Özünüz üçün Coharidə ümumiyyətlə startupa daxil olmadan sadəcə özünüzü qiymətləndirərsiniz. Yəni Cohari hansı mənim tanımayan tərəfim deməli özüm də bilmədiyim tərəfimi qoymaq daha yaxşı olar. Okay, bunu necə eləyə bilərsiniz? 5-6 sual hazırlaya bilərsiniz ki, hansı ki bu sizə maraqlıdır. Onu göndərə bilərsiniz. Kimin ki feedbackini doğru olacağını inanırsınız həmin şəxslərə. Qoyun o sualın cavabını həmin adamlar versinlər sizə. Yəni bunu bilmək istəyirəm də, yəni özüm də bilmədim, amma başqalarının bildiyi bir şey də ola bilər. Yəni məndə gördükləri. Amma mən özümdə görmədim. Siz fərqində deyilsiniz, amma başqaları bunu sizdən müşahidə eləyirlər. Çox sağ olun. Buyurun. Ayan. Müəllim, başqa insanları inandırmaq və öz ideyamıza cəlb etmək üçün hansı kommunikasiya bacarıqlarına sahib olmaq lazımdır? İnsanların dərdinə şərik olmaq lazımdır. Yəni startaplar nəyə görə qurulur? Hansısa problemi innovativ yolla və yaxud da fərqli yanaşma ilə həll etmək üçün, düzdürmü? Biz qarşı tərəfin dilində başa salmalıyıq. Biz bilməliyik ki, ümumiyyətlə mənim startapım hansı auditoriyanın dərdini izah eləyir və həmin auditoriyanın dilində danışmaq lazımdır ki, biz o birinci insanı qəbul eləsinlər, səni qəbul eləsinlər. Və problemi elə demək, elə izah eləmək lazımdır ki, onlar həqiqətən inansınlar ki, okey, bu problemi siz yetərincə aşinasınız, sizə məlumdur. Və həllini də elə göstərmək lazımdır ki, lazım gəlsə praktiki. Bizim yaxşı atalar sözümüz var. Deyir, 100 eşitməkdənsə bir görmək yaxşıdır. Prosesi göstərmək lazımdır, toxundurmaq lazımdır. Nə bilim, demo vermək lazımdır. İngilisdə də deyir, seeing is believing. Yəni, insan oğlu nəyi sevir? Görməyi, toxunmağı, baxmağı. Son zamanlarda demo hesabların, pulsuz cəhd 15 günlük deyir ki, pulsuz istifadə elə məhsulu. Verilməsinin səbəbi nədir? Toxundurmaqdır. Belə, biz bir paltarı geyinib daha yaxşı qərar veririk, nəinki onlayn baxanda. Onlayn baxanda 2-3 saat, ay bunu mu alım, onu mu alım deyirik, amma mağazaya giririk,
üstümüzdə yaxşı oldusa, özümüzü yaxşı hiss etsə, südü alıb çıxırıq. Yəni belə. Çox sağ olun, təşəkkür edirəm. Buyurun Ayhan. Mirağa, Siz hansı peşə ilə məşğulsunuz? bəli. Siz hansı peşə ilə məşğulsunuz? Mənim peşəm biznesin inkişafıdır. Biznesin inkişafının içində var məhsulun inkişafı, satış edilməsi. Biz ERP məhsullar satırıq. Misal üçün sizə satdığımız və müştərilərdə tətbiq elədiyimiz bir dənə məhsulun linkini bura qoyum. Özünüz üçün araşdırın. Çox maraqlı bir məhsuldur. Baxın görün bunun içində nələr var. Pulsuz 15 günlük icazə verir ki, siz burada hesab açıb orada işlər görəsiniz. Orada task management var, project management var, kalendar var və s. Biz gedirik bizneslərdə, bizneslərin də dərdləri olur. Nə bilim, satış itirirlər, sifarişlərdə gecikmələr olur, komanda daxili kommunikasiyada qırıqlıq olur, nəyinsə deadline-la qaçırırlar, satış itirirlər və s. Biz orada müəssisələrə kömək oluruq ki, bunların hamısını sistemləşdirsinlər və avtomatlaşdırsınlar ki, belə xətalar baş verməsin. Bəli, İnci, siz nəsə demək istəyirsiniz? Xeyr. Okey, səsiniz açıq idi ona görə. Cəlalə xanım, nə edək? Suallar məncə yoxdur. Varsa dinləyirəm, yoxdursa istəyirsinizsə yekunlaşdıraq. Yəni istəyirsə yekunlaşdıra bilərik. Uşaqlar sualı olan var? Çox sağ olun. Onda sağollaşa bilərik məncə. Yoldaşlar, hər birinizə uğurlar. Maşallah, 44 nəfər sona qaldı. Ümid edirəm faydalı ola bildi. Bir təlimlə çox şey etmək olmur, amma çox şeyi siz özünüz nail ola bilərsiniz. Qeydlərlə, öyrəndiyiniz alətlərlə elə günü bugündən, sabaha saxlamadan tətbiq etməyə başlayın. Nəticəni özünüz görəcəksiniz. Uğurlar olsun hər birinizə. Görüşənə qədər. Çox sağ olun, görüşənə dək. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.